Herkese selam. Bu kısa videomuzda natural ədədlərə aid bölünmə əlamətlərinə gəlin belə bir suala baxaq. Deməli, deyir ki, bu ədədin 9-a bölünməsindən alınan qalıq neçədir? 9-a bölünmə əlamətini biz bilirik ki, rəqəmlər cəmi 9-a bölünməlidir. Əgər ədəd 9-a tam bölünürsə, amma burada qalığı soruşur. Burada bizim diqqətimiz nə çəkir? Nöqtələr var, ədədi tam olaraq bilə bilmirik neçədir. Amma diqqətimizi çəkən odur ki, 1-dən 1 ədəddir, 2-dən 2 dənə, 3-dən 3 dənə, 4-dən 4 dənə və s. Deməli, 1-in kvadrat bərabərdir 1, 2-nin kvadrat bərabərdir 4, 3-ün kvadrat bərabərdir 9, 4-ün kvadrat bərabər 16, 5-in kvadratı bərabərdir 25, 6-nın kvadratı 36. Çünki 4-dən sonrası yoxdur. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə var 4-dən. 7-nin kvadrat bərabər 49, 8-ləri gəlin sayaq görə, həqiqətən 8 ədəddirmi? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-in kvadrat bərabər 64. Gəlin bunlar cəmləyək. 1, 4, 9, 16, 25, 36, 49 və 64. 9-un üstünə 1 gələrəm 10, 16-ın üstünə 4 gələrəm. 16 üstünə 4 gələrəm 20 üstə gələk. 36-ın üstünə 49 gələrəm 85 üstə gələk. Deməli, 25-in üstünə 64 gələrəm 89. Cəmləsəm 89-un üstünə 85 gəlsəm 4, 174 üzərinə 30 gəlsəm 204. Oldu 204. Deməli, indi nə etməliyik? 204'ü çubuqlu şəkildə 9-a bölməliyik. Görə alınan qalıq neçə olacaq? 204'ü 9-a bölsəm 2 dəfə 18, 24'də 2 dəfə 18, qaldı 6. Doğru cavabımız oldu 6. D variantı. İzləmədə qalın. Bu tipdə gözəl, möhtəşəm suallar həm YouTube, həm Instagram, həm TikTok, həm də Facebook səhifəmizə yüklənəcəkdir. Diqqətinizə görə sağ olun.